Niyə mənim insanlardan bu mənada heç bir zaman heç bir gözləntim yoxdur. Quran-ı Kərimdə Yasin surəsinin 21-ci ayəsində nə deyir? Sizdən heç bir muz gözləməyənlərə tabe olun. Mən insanlardan heç bir muz gözləmirəm, heç bir mənfəət gözləmirəm. Budur, dəyərli xalqımız, Elşad Mirinin öz dili ilə dinləyərsiniz. Adam dəfələrlə deyir ki, mən Elşad Miriyə çağırmıram və Elşad Miri olaraq heç kəsdən bir mükafat istəmirəm. Lakin Yasin surəsi 21-ci ayəni gətirir, hansı ki, ayə peyğəmbərlərə aiddir. Allah Teala buyurur ki, İttəbi'u mən lə yəsəlukum əcran və hum muhtədun. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olanlara tabi olun. Düzdür, bu ayələr peyğəmbərlərə aiddir. Yaxşı, indi Elşad Miri özü üçün gətirir. İndi baxın, adam dəfələrlə deyir ki, mən Elşad Miriyə dəvət eləmirəm, mükafat da istəmirəm. Bu ayəni onda niyə gətirir? Sizdən heç bir mükafat istəməyənlərə tabi olun. Adam insanları özünə çağırır. Allahın kitabına deyil. Lakin Allahın kitabına çağırıram adı ilə bilməyən insanları aldadır. Allah Teala bunun və bunun fətva aldığı o ölkədən kənarda olanların şərindən qorusun bütün müsəlmanları.